Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən suallar təqdim eləyəcəm. İzaha keçmədən öncə qeyd eləyək ki, bizim martın sonu, aprelin əvvəlində yeni qrupla dərslərimiz başlayır. 055 418 8202 nömrəsi ilə əlaqə saxlayaraq dərslərin gedişatı haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Bizim dərslərimizdə həftədə 3 dəfə olur. Dərsin biri sırf olaraq mətnlərin canlı yayımından ibarət olur. Tam ətraflı məlumat üçün dediyim kimi telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin keçək sualların izahına. Birinci sual. Cümlələrin birində mürəkkəb və ya tərkibi söz işlənməmişdir. İnsan öz xoşbəxtliyinin sirrini anladıqda bəzən gec olur. Burada xoşbəxtlik sözü xoş bir kökdür, bəxt iki kökdür. Yəni mürəkkəb sözdür. Baxmayaraq ki, onun davamında lik leksikdir, amma iki kök varsa sözün tərkibində avtomatik olaraq mürəkkəbdir. Yəni A bəndində işlənmişdir. Vətəndaş olmaq, vətəndə daş olmaq deməkdir. Baxın, vətəndaş olmaq, daş olmaq, bunlar mürəkkəb feillərdir. Ona görə B-də də var. Oğlu ilə sağollaşan ananın gözləri doldu. Sağollaşan ifadəsində sağ bir kökdür, ol iki kökdür. Normalda mürəkkəb feillər bitişik yazılmaz, amma sağollaşmaq, xudahafizləşmək, istiotlamaq kimi feillər bu məqamda istisna təşkil eləyir. Yəni sağ və ol birləşdi, sağollaşmaq mürəkkəb feili əmələ gəldi. Harada olmağından asılı olmayaraq hər kəsin yaşamaq hüququ var. Hər kəs quruluşsa mürəkkəb olan qeyri-müəyyən əvəzlikdir. D bəndə də var. Sırağa gün həyətdə oynayan Cavidin ayaqları bərk ağrıyırdı. Sırağa gün sözündə sırağa deyə bir söz olmadığına görə bu söz sadə söz hesab olunur, mürəkkəb yox. Yəni bu nümunənin tərkibində mürəkkəb söz yoxdur. Cavab Y variantı. Davam edirik ikinci sualdan. Nümunə ilə bağlı doğru fikri göstərin. Başını ağrıtma qızım, belə iş baş tutmaz. Bu nümunədə başını ağrıtmamaq, bir də baş tutmaq. İki dənə frazeoloji birləşmə özünü göstərir. İsimdən yaranmış feil inkardadır. Yenə bu nümunədə biz başını ağrıtmağı bir frazem götürdüyümüz üçün onun tərkibini ağrı, ağrıt deyə parçalaya bilməyəcək. Çünki bu bütövlükdə frazeoloji birləşmədir və frazeoloji birləşmələrin tərkibləri dəyişmir, tərkibləri təhlil olunmur. Ona görə də burada isimdən yaranmış feildən söhbət gedə bilməz. Eyni zamanda ağrıtmaq feili haqqında sizə başqa bir izah da verim. Baxın, ağrı burada sözün köküdür, t da leksikdir. Biz bilirik ki, ağrı sözü həm isim kimi nə sualına cavab verir. Məsələn, ayağımda ağrı var. Nə ağrı? Bir də nə et sualına cavab verə bilir? Ağrıtmaq feili kimi. Buradakı ağrı isimdir, yoxsa feildir? Necə müəyyənləşdirəcəyik? O cür müəyyənləşdiririk ki, artırılan t şəkilçisini başqa bir sözə qoşuruq. Məsələn, oxutmaq. İndi burada baxıram ki, t nəyə qoşulub? Oxumaq feilinə. Deməli, t şəkilçisi feillərə qoşulan şəkilçidir. Yəni, ağrı burada feildir. Yəni, heç bir halda isimdən yaranmış feil bu nümunədə özünü göstərmir. Kök, qrammatik sxeminə uyğun gələn İki fərqli nitq hissəsi işlənmişdir. Yenə də burada baş sözünü də biz təhlil eləmirik, çünki frazemin tərkibində yerləşir. Tutmaq. Ayrı-ayrı başla başı, başını tutmaq, tutmu, qrammatik, az qrammatik. Yəni ayrı-ayrı ifadələrdə biz təhlil eləsək, hə, iki qrammatik var hər ikisində. Amma hər ikisi bir frazeoloji birləşmənin tərkibi olduğuna görə onlar tərkibdə təhlil olunmayacaq. Sözün quruluşda yalnız bir növündən istifadə olunub. Deməli, başını ağrıtmaq frazeoloji birləşmə kimi mürəkkəbdir. Qızım da sadədir, belə iş sadədir. Yəni, iki növündən istifadə olunub. Bu yanlış fikirdir. Cümlədə müraciət bildirən söz iki fərqli nitq hissəsi kimi amonim ola bilən sözdür. Qızım müraciət bildirən sözdür burada. Qız sözün köküdür, da mənsubiyyətdir. Biz bilirik ki, amonimliyi biz sözün başlanğıc formasına görə götürürük. Yəni, qız sözünə görə. Qız sözü də bir kim sualına cavab verən isimdir. Bir də nə et sualına cavab verən feil kimi işlənə bilər. Qızmaq feili, qız ismi. Yəni, qız sözü isim və feil kimi iki fərqli nitq hissəsi kimi amonim ola bilən sözdür. Tamamilə
Doğru variantdır. Xəbərlərindən biri isimli amonimdir. Nə etmə, başını ağrıtma. Nə etməz, baş tutmaz. Burada 2 dənə xəbər var. Hər ikisi də frazeoloji birləşmə ilə ifadə olunub və onların heç biri isimli amonim ola bilməz. Frazeoloji birləşmənin amonimliyi mütləq frazeoloji birləşmə ilə ola bilər. Ona görə bu da yanlış fikirdir. Doğru cavabımız D variantı olacaq. Davam edirik növbəti sualdan. Verilmiş fikirlər hansı əməli yazı növünə aiddir? Məzmunu yığcam, aydın və mənalı yazılmalıdır. Rəqəmlər adətən hərflə yazılmalıdır. Ünvan, şəxsin adı, soyadı dəqiq göstərilməlidir. Burada məncə ən vacib ipucumuz ikinci bənddə rəqəmlər adətən hərflə yazılmalıdır. Bu teleqrama uyğundur. Eyni zamanda şəxsin adı, soyadı, ünvanı, yəni ünvan varsa burada, yəni rəy və arayış olmasa da olar. Məktub, tərcümə hal, yəni ünvan üçün ən önəmlisi şəxsin adının, soyadının dəqiq göstərilməsi, eyni zamanda rəqəmlərin hərflə yazılması, hər üçünün birləşdiyi fikir teleqramdadır. Cavab C variantı. 4. Verilmiş nümunə ilə bağlı səhv fikri göstərin. Yaxşıca yaltaqlan, yaxşıca yalvar. Yaxşı yalvarana, yaxşı da yalvar. Səhv fikir istəyir bizdən. Yaxşıca tərz hərəkət zərf edir, quruluşca düzəltmədir. Burada yaxşı sözün köküdür. Ca isə yaxşı sözünə artırılan ədatdır. Məsələn, mən deyirəm ki, körpəcə uşaqlar. Burada körpə sifəti sifətin çoxaltma dərəcəsindədir. Çünki C ədatı ilə işləndi. Yəni, körpə sifəti ilə C ədatı birləşdi, sifətin çoxaltma dərəcəsinə əmələ gətirdi. Yəni, C burada leksik şəkilçi yox, ədatdır. Eyni zamanda sifətlə yanaşı bu C necə sualına cavab verən zərfə də artırıla bilər. Burada bir dənə fərq odur ki, sifətə artırılında çoxaltma dərəcəsini yaradır, zərfdə yaratmır. Qalan hər biri eyni şeydir. Baxın, yaxşıca yaltaqlan. Yaltaqlanmaq feilinə aiddir. Yaxşı sözü necə sualına cavab verir? Zərfdir. Cavab burada yenə də ədatdır. Yəni, necə sualına cavab verən nitq hissəsinə qoşulan ca ədat mövqeyində özünü göstərdir və leksik şəkilçi deyil. Ca şəkilçisi yalnız bir məqamda leksik şəkilçi kimi bir söz yarada bilər. O zaman da mütləq dil bildirilməlidir. Məsələn, rusca, məsələn, Azərbaycanca, Azərbaycan kök, ca leksikdir. Yəni, yalnız dil bildirdiyi zaman düzəltmə söz tərkibində ola bilər, düzəltmə söz əmələ gətirə bilər. Yəni, bu fikir səhvdir. Elə səhv fikir istəyirdi, cavab olacaq A variantı. Yaltaqlan sözüdür, sifətdən düzəlmiş feildir. Yaltaq sifətindən yaltaqlanmaq feil əmələ gəlir. Düzdür? Məlum növdədir, düzdür. Nümunədə 3 yerdə köməkçi nitq hissəsinə rast gəlinir. Deməli, yaxşıca bir ca, yaxşıca ikinci ca, yalvarana yaxşı da. 3 dənə köməkçi nitq hissəsi var. İkisi cadır, biri də da. Doğrudur. Nümunədə zərf sözcüğünün ədat quruluşlu sözlər var. Bəli, yaxşı zərf, ca ədat. Yaxşı zərf, ca ədat. Doğrudur. İki təsriflənən bir təsriflənməyən feil var. Deməli, yaltaqlan, yalvar təsriflənən feillərdir. Yalvaran an feili sifəti təsriflənməyən feildir. Bu da doğru fikirdir. Yanlışımız olacaq A variantında. Davam edirik növbəti və sonuncu sualımızdan. Mənim yaşamaq həvəsim tükənməzdir. Cümləsinə aid olan fikirlərin sayını müəyyən edin. Cümlədə işlənən 4 söz 4 müxtəlif nitq hissəsinə aiddir. Mən əvəzlik, yaşamaq məstər, yəni feil, həvəs isim, tükənməzdir, necədir? Bu da sifət. 4 fərqli nitq hissəsi var. Bəli, birinci fikir doğrudur. Mənim kimin sualına cavab verir, əşyanın adını bildirən əvəzlikdir. Əşyanın adını bildirmək bu ismə məxsusdur. Əşyanın yerində işlənə bilər. Yəni, ismin məqamında işlənən əvəzlikdir, amma əşyanın adını bildirmir əvəzlik. Bu, səhv fikirdir. Həvəsim sadə söz birləşməsinin əsas tərəfidir. Mənim yaşamaq həvəsim. Baxın, bu sadə söz birləşməsi yox, mürəkkəb söz birləşməsi. Çünki tərkibində 1, 2, 3 dənə əsas nitq hissəsi işlənib. Sadə söz birləşməsi olması yanlışdır. Cümlənin baş üzvləri ifadə olunan nitq hissələri quruluşca həm düzəltmə, həm də mürəkkəb ola bilər. Cümlənin baş üzvləri ilə
ifadə olunan nitq hissələri, quruluş isə həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilər. Cümlənin baş üzvləri ümumiyyətlə necədir? Tükənməzdir. Nə? Mənim yaşamaq həvəsim. Cümlənin baş üzvlərindən biri xəbərdir, digəri mübtədadır. Bu cümlədə mübtəda sözlə yox, söz birləşməsi ilə ifadə olunub. Baş üzvlə ifadə olunan nitq hissəsi ifadəsi səhvdir. Çünki mübtəda baş üzv kimi nitq hissəsi ilə yox, söz birləşməsi ilə ifadə olunub. Ona görə 4-ü götürə bilmirəm. Yaşamaq adlı halda işlənən məslərdir. Mənim yaşamaq həvəsim. Baxın bu nümunəyə. Buranı təmizləyim. Mənim həvəsim. Ortada yaşamaq ifadəsi gəlirsə, mən burada mənim yaşamağımın həvəsi, mənim həvəsim deyə bilərəm. Yəni bu yaşamaq sözü qeyri-müəyyən yəli haldadır. Adlıq halda deyil. Tamamilə yanlışdır adlıq halda verilməsi. 5 də səhvdir. Bu cümlədə bir dənə doğru var. O da A variantında birinci cümlədə. Yalnız birinci fikir doğrudur. Mənim yaşamağımın həvəsi, həvəsim olacaq yəli halda. Bu videonun da sonuna gəldik. Kanala abunə olaraq həftə ərzində paylaşılan videolardan məlumat əldə edə bilərsiniz. Eyni zamanda 055 418 82 02 telefon nömrəsi ilə bizə yaza bilərsiniz. Aprelin əvvəlində yeni qrupla onlayn dərslərimiz başlayacaq. İbtidai sinif müəllimləri üçün Azərbaycan dilindən. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.